Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Bakıda tibb bacısı xidmət göstərdiyi vətəndaşın evini qarət edib. Xəbər verilir ki, hadisə Sabunçu rayonu Sabunçu qəsəbəsinin Vəzirov küçəsində qeydə alınıb. Yaşadığı məhəllədə tibb bacısı kimi xidmət göstərən 36 yaşlı şəxs zərər çəkənin evində olarkən qızılları harada gizlətdiyini görüb. Həmin şəxs bunları deyib. Xidmət etdiyim şəxs cərrahi əməliyyat olunması üçün ona sistem qoşurdum. Bir dəfə gördüm ki, o 2 boyun bağısını şalvarının cibinə qoyaraq şkafda gizlətdi. Növbəti dəfə sistem qoşmağa gedəndə həmin şəxsin evinin qapısı açıq idi. Səslədiyim qızı çıxdı. O anasını qonşudan çağırmağa getdi. Bu zaman otağa girdi və həmin qızları götürdüm. Səhəri günü lambarda 750 manata satdım. Həmin şəxs zəng edib qızları oxladığımı deyəndə pulumu qaytaracağımı bildirdim. Ancaq ona dəyən ziyanı ödəyə bilmədim. Oğurluq edən şəxs peşman olduğunu deyib və himayəsində azyaşlı övladı olmasına nəzərə alınmasını xahiş edib. İttiham haqqında göstərilir ki, oğurlanan təxminən 10 qrama yaxın qızılın ümumi dəyəri 1200 manat təşkil edir. Bu əməllərə görə həmin şəxs barəsində Cinayət Məcəlləsinin 177.2.3-cü evə qanunsuz daxil olmaqla oğurluq etmək maddəsi ilə cinayət işi başlanılıb. Sabunçu rayon məhkəməsində hakim Teymur Həsənovun sədrliyi ilə keçirilən prosesdə oğurluq edən şəxs barəsində 2 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası verilib.